Məndən özünə qarşı hörmətsizliyi görmürsən? Xeyr, sən özün... Və sənin qızın bizə necə hörmətsizliyi eləyə bilər? Tolik, yenə də deyirəm, valla cahillik eləyib, cahildir. Samirə, biz aparıcılar sənin də tərəfində dura bilərik. Biz aparıcılar tənqiddik, amma mən gördüm, sən yox edindim, sənətkarsan. Amma bu demək deyir ki, fərək çıxıb bugün bizə Kəmalənin dalıcan. Kəmalənin dalıcan yox, Kəmalənin adı bugündən bu kanallarda çəkilməyəcək. Bir neçədə. Sonra Kəmalə gəlib buraya deyəcək ki, Fərəh mənim çörəyimə bahis oldu. Həmən Kəmalətdə o filan dalıcan danışıb, gelib o filan qucaqlayan adam. Cahillik eləyib, Tolik, çox-çox üzr istəyirəm. Mənə görə keçin, bağışlayın, çox-çox üzr istəyirəm. Allah sən var eləsin, mən yox, məndən üzr istəməsin, xalqdan mən heç kiməm. Bütün xalqımızdan, bütün millətdən, bütün bizi izləyənlərdən, eşidənlərdən, vallahi yenə deyirəm, Quran haqqı, mən o ayda deyirəm, bu saat evdə xəstə anama baxıram. Amma yenə də mən hər şeyi kənara atıb, o qızıma görə başımı aşağı salmışam. Hamıya deyirəm, üzürlü sayın. Allah sən var eləsin. Var ol günən. Bax, ana budur. Çox sağ ol. Gördün.